8'den sonra buradan bir yazılmıyorum. Aa yo var imiş. Yani bayağı şinyatlara indirim varmış. Düz ben almadım. Kardeşim gil aldı. Yani bayağı 3 növ şinyata 5 manat falan pul veripti. Bayağı yaxşıdır. İndi eve getsin datsınlar görə necə olur. Herkes salam dostlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Deməli bugün şəhər çıxmışam. Hava o qədər qəşəngdir ki, yəni havanın düzəlməyini bir bəhanə bilib qaça-qaça şəhərə gəldim. İndi gedirik Targovya. Unuttum. Yarmarkaya gelecek. Gerek ne var? Yarmark geldi. Bu arada yani gördüğünüz kadarıyla çok geçenli. Çiçekli falan. Adam bir iç atılır. Şimdi gidelim. Gerek ne olur? Bu arada son zamanlar o kadar aktifliğim ölüp ki yine. Aslında aktifliğim ölmek yerine ki tatildir. Bunun istifade etmeye çalışıram. Ümid edirəm ki, ağımda bir iki video falan var. Onu çəkərəm. Çünkü ben aktivliği dayandırdıkça insanların da aktivliği ölür. Ölmesini istəmirəm. Ona göre de ağımda bir iki iş var. Onları edeceğim. Makyajla bağlı video çəkməliyəm. Yəni uzun arada bunu deyirəm ama bir türlü vaxt edib çəkəmirəm ya. Evdə olmuram. Saçlarım bağlı. Ya kimse bizde olur. Ben böyle. Orada kombinimi göstereyim. Havaların düzelmeyini gözledim ki geçen donla uzun botumlu giyinim. Biraz hava atım. Neyse ay yeri danışmak da bir ayrı enerji istemiş. Gelip çattıkta sizi buluklayacağım. Dostlar Leman'la görüştüm. Leman saçları. Tamam. Bir siz yoksunuz. Belki de siz de buradasınız. Çok adam var. Bayağı adam var. Buraya girmek yani gayri mümkündür burada. Bu arada kafamı beğendim. Sevdim gelebilirsin. Böyle bir şey. Sen beğendin. Beğenirim herhalde. Çekirler bizler ses. Neyse dostlar ben eve geldim. Tam başladım. Şimdi her an yere yapışma ihtimalim var. Öyle ama yine imkan vermedi eve gideyim. Zemleni sürüyorum yine gezmeyden. Klasik. Ve şu an aşağı düşürüyor. Bu topuklu ayakkabılarla üzülür verir bu kız bana. Nədir, nə istəyir? Şəkil çəkdirmək istəyir. Mən də məcbur onun şəklini çəkirəm. Bəyəni geçim görüm. Saçlarım da uçur. Bəli, uşaqlar. Gözəl qayıq. Bilirik. Sağ ol. Zəmniyə zorla şəkil çəkdirirəm. Vallahi bayağı zorla. Mənə nəsə olub. Göz dəyik zəmniyə. Gözünüz gözəlliyi görsün. Deməli gəlsən. Səhər oyandım. Ümid edirəm səsim gəldi. Mədəmlə bağlı uzun müddətli problem yaşadığı üçün mədən həkiminə getdim və indi düşünün saat artıq 3 falandır. Şimdi mən hələ indi yemək yeyirəm, hələ yemək yeyirəm. Amma hələ yeməğim gəlmir. Gəncik oldu. Uzun arada Gəncik oldu gəlmirəm. O qədər səslidir ki. Ancaq bu mola heç sevmirəm yəni. Səs olması çox yorur beynimi. Emin edirəm, bütün tezgahı acılar verib getməsin. Yəni, səhər-səhərdən çəkmədiyim duran da qalmadı. Qan analizinə qədər yolladılar. Bu, neysə, emin edirəm ki, sonum yaxşı olar, əsas budur. Çox ağır bir problemim də yoxdur. Buna sevindim əsas. Görək necə olur. Amma bu arada hava o qədər bərbatdır ki, mən elə bir incəliklə geyinmişəm ki, dondum. Yəni, dikkatli olmalıydım bu havada. Dostlar McDonald's yedik və
Yine uşaq menüsü. En sevdiğim. Ümid edirəm ki, səsim normal gəlir bu səsin içində. Bunlar böyle geçekti. Get yazı stoluna. Ben dostlar, yeni geçek gördüm. McDonald's yedim. Ben de her kimden çıkıp McDonald's yiyen tek ve az adam olabilirim. Deməli, indi isə evə getdik. Gedim evdə dincəlim. Akşam da ümid edirəm filmə baxa bilərəm. Geçen bir film tapmalıyım. Neyse. Bugün həqiqətən çox qəşəng görürəm, amma hava sağ olsun və bütün harcamış hiss edirəm özümü. Yəni evdən çıxanda sizə kofe içmək düşüncəsində çıxmışdım. İndi mən sabahları planımda podruqamla kofe içmək var, amma indi Allah bilir nə vaxtda çıxacağam çölə. Neyse, bütün kombinlərimi harcamışam son 2-3 gündür. Görün bir şeyler tapıram. Yeni günler, herkese salam dostlar. Deməli, indi təlimə gedirəm. Bu arada mən təlimlə bağlı videolar falan çəkmişəm, amma heç danışmamışam. SMM-lə bağlı bir təlimə qoşulmuşam. Yəni, sadəcə özüm üçün bir aktivite olarak. Çünki depresiyadan çıxma ihtiyacım var idi və çıxmaq üçün evet ki, məncə kiçik bir addım olarak bunu atmışam. Gələn həftə bitir artıq. Yəni, bir aylık bir şeydi, 7 dərslik bir şey deyək. Əslində bu hafta son dərs olmalıydı. Sadəcə olaraq keçən həftənin yağışlı havası ki, bu gün də elə yağışlıdır, amma keçən həftə bu anda sakitdir. Neyse, ümid edirəm ki, məni eşidebilirsiniz. İndi təlimə getməmişdən əvvəl ilk öncə yemək yeməliyəm. O təlimə yaxın yerlər, bu arada təlim də zaten sahildədir. Leziz var burada, belki de görmüşsünüz. Oraya gitmeyi düşünüyorum, bir şeyler atıştırırım. Çünkü çok yemek yemeyi de istemiyorum. Dönemedim o öncesinden çıkıp tamam düzelttim özümü deyip bugün seher yemek yemeden çıkmam var. Elimin nerede hiç istememesi de bir ayrı iğrenç bir terslikti. Ben dostlar, sahilde üniversitemizin yanında az market açılıbdı. Keşke bir üniversite dönemi açılıblar. Neyse. Orada ben gideceğim yeri deyəsən qarşıladım. Leziz miydi, lezzet miydi adı ne? Ama burada mağazadan küçük atıştırmalı bir şeyler aktarmam, onu da tapabilsem. Ve böyle bir iced tea gördüm. Bunu götürdüm, 2 defa da içeceğim. Onu deyirəm ki, yaxşı da iced tea sevdim. Neyse, deneyim başlasın. En sevdiğim. Bayağı geçendi, bayağı manina tadı gelir, söz beğenmedim. Ama keşke daha sonra olsaydı daha geçen olabilirdi. Onaylandı. Sizler futbol bakmışsınız diyorsan. Telefona bak getireyim. Aha, al. Şimdi birazdan ona bağlı sualım var size. Her satan olması. Su havada. Ama hissiyatımız yoksa da belə formalaşabilir. Işığı hissələmək üçün normalda açıq havada ışığı çəkilir. Demək gəlsə, təlimdən çıxdım. Təlim o kadar maraqlıydı ki, ama heyf olsun ki çəkəmədim. Yəni full telefonda video falan, yani oradaki dərslə bağlı videolar çəkirdim. İndi isə KFC gedirəm. Lavan gibi orada gözlük gələnənə. Ama bugün çok eğlendim. Həqiqətən enerjim o kadar yaxşıdır ki, havanın pis olması heç keyfimi pozmur. Normalde bu havalarda çalışmaq hiç sevmirəm. Neyse dostlar, hava geldik yine. Adət ənənəyə sadiq qalaraq. İndi içecek bir şeyler seçmeye çalışıyorum. Ama neyse menü ancak yemekti. Ay yavaş aslındaymış. Yine klasik mi davransam? Şu şirnetle mi alsam? Gözüne alsam. Neyse kardeşimin ayakkabılarına bakın. Olay ayakkabıları. Topuklu. Bizim şey ama. Dur. Uyum. Dur arada şekilde götürün. Yere hemen yutma.